Cinsi orqanda dəriniz qaşınır, deyirlər ki, göbələk xəstəliyidir. Kanaldan ifrazat gəlir, deyirlər ki, göbələk xəstəliyidir. Cinsi zəiflik var, deyirlər ki, göbələk xəstəliyidir. Erkən boşalma var, onu da deyirlər ki, göbələk xəstəliyidir. Əziz dostlar, cinsi infeksiyaların bir neçə növü var. Bunlar göbələk xəstəliyi, bakterial infeksiyalar, virus xəstəlikləri və viruslarla bakteriyalar arasında olan keçid mikroorqanizmlər, həmçinin ibtidai mikroorqanizmlər də ola bilər. Ona görə hər qaşınma, kanaldan ifrazat, hər dəri qaşınması göbələk xəstəliyi deyil. Yəni siz hamısına görə, göbələk xəstəliyinə görə gedib dərman alıb atsaz, siz müalicə olunmayacaqsınız. Ona görə individual olaraq iki fərqli insanda eyni əlamətlər ola bilər. Kanalda yandırma, göynəmə, axıntı ola bilər. Amma onların birində virus infeksiyası, digərində bakterial infeksiyası ola bilər. Ümumiyyətlə göbələk infeksiyası olmaya bilər. Ola bilər ki, hansısa insanda göbələk infeksiyası nəticəsində kanalda yandırma, göynəmə və ya dəridə hər hansısa bir problem yaranır cins orqan dərisində. O da həmin insanı narahat edir. Yəni göbələk xəstəliklərinin diaqnozu ayrıdır. Kandidoz dediyimiz dəri kandidozu olur. Bu adətən çəkisi çox, bədən çəkisi çox, şəkərli diabetdən əziyyət çəkən insanlarda rast gəlinir, immuniteti aşağı olan insanlarda rast gəlinir. Ona görə hər xəstəliyin səbəbi göbələk xəstəliyi deyil.